Salam hər kəsə. Videomu bəyənməyəcəksinizsə başdan deyim, izləməyin. Çünki bu bir əmək məsələsidir və kanalım yeni olsa da, nə düzənməli bəyən, nə də abunə sayısı yoxdur. Unutmayın ki, bu bir enerji açılımıdır və buradan çıxan bütün pozitiv enerjiləri sadəcə bəyənənlərə halal eləyirəm və onlara aid eləyirəm. Yəni, boşuna izləməyin. İndi isə getdik, elə hiss eləyirəm ki, kimsə nəsə duyğusal sıxıntıdadır, görək nəyə görə belədir. Boşuna duyğusal sıxıntıda olmayın qızlar ya da izləyən bəylər də ola bilər. Burada biraz bəlkə də dincəlməyə ehtiyacınız var. Ancaq bunu bilin ki, sizi çox gözəl duyğusal bir şans gözləyir. Ya münasibətinizdə yaxşılaşmalar olacaqdır. Baxın, kiminsə nəyisə burada həsrətini çəkirsinizsə, ondan qovuşacaqsınız. Xüsusilə də o sizə addım atacaqdır. Çox gözəl bir şeydir. Və burada, bəli, görürəm ki, kimsə kiməsə həsrətdir burada. Çox gözəl şeylər olacaqdır. Məsafə var. Nəsə mən kanalı yeni açmışam burada. Bu kanal üçün video çəkdiyim gündən mən burada ancaq ayrılıq və həsrət görürəm. Amma sonu yaxşı olacaqdır. Kartı. Bəli, nə baş veribsə də yeni bir səhifə açılacaqdır burada. Yaxşı olacaq. Bir dənə də bu dəstədən götürüm. Görək. Üzüntünüzün səbəbi bəlkə də xəyanətdir, qısqanclıqdır. Bəlkə də sadəcə senaryolar qurursunuz beyninizdə. Mən burada sadəcə sevgi görürəm. Qalan boş-boş əndişələrdir. Burada maddi vəziyyətiniz də düzələcək, duyğusal vəziyyətiniz də düzələcək. Sadəcə ümidinizi itirməyin. Son olaraq da bəli. Bu gözəl kartla videomu bağlayıram. Sağ olun, hələlik.